Bu əlamətlər qan laxtalanmasından xəbər verə bilər. Mütəxəssislər bildirir ki, tromboz çox vaxt səssiz şəkildə inkişaf edir və bədən bunu bir neçə vacib siqnalla xəbərdarlıq edir. Ən çox rast gəlinən əlamətlərdən biri ayaqlarda qəfil yaranan şişkinlikdir. Əgər ayaqlardan biri digəri ilə müqayisədə nəzərə çarpacaq dərəcədə şişkindirsə, bu damar axınının zəiflədiyini göstərə bilər. İkinci mühüm əlamət səbəbi bilinməyən ağrı və ağırlıq hissidir. Xüsusən də ağrı yeridikdə artırsa və istirahətdə azalırsa, burada diqqət etmək lazımdır. Dəridə yerli istilik artması və qızartı da qan dövranının pozulduğuna işarə edə bilər. Nəfəs darlığı, sinədə qəfil sıxıntı hissi və ürək döyüntüsünün sürətlənməsi isə daha ciddi siqnallardır. Dərhal tibbi qiymətləndirmə tələb edir. Çünki bu əlamətlər bədənə qan axınının normal getmədiyini göstərə bilər. Həkimlər vurğulayır ki, trombozun vaxtında aşkar edilməsi həyati əhəmiyyət kəsb edir. Əgər bu əlamətlərdən hər hansı biri müşahidə olunursa, vaxt itirmədən mütəxəssisə müraciət etmək ən doğru addımdır.